İctimai Radio təqdim edir. Nərmin Aşurzadə və Yusif Qasımovla bu həftə iş dünyasında baş verən əsas hadisələrin icmalı başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugün də Yusif Qasımovla birlikdə gəlmişik ki, müzakirə edib bizim həftə içində efirdə nələr danışılmışdı. Əgər sizin də işdə həftə içi dinləmə imkanınız olmadısa, məncə bu verilişi sonuna qədər mütləq dinləməlisiniz. Çünki çox xoşunuza gələn yeni məlumatlara eşidəcəksiniz. Axşamınız xeyir olsun. Bəli, gəlmişik, xoş gəlmişik. Çox gözəl də xəbərlər eşitdik. Çox sağ olun Nərmin xanım. Mən özüm də bunu gözləyirəm. Nə xəbər eşitdin? Məndən yoxsa məndən əvvəl eşitdin nəsə? Yox, dedin ki, yəni maraqlı nəsə bizi gözləyir qabaqda. Mən özümlə böyük... Elə bilirəm, başqa da nəsə eşitdin. Yox. Fokuslanmışıq sizin dediyinizə və gözləməkdəyik. Amma ilk olaraq həmişə ənənəvi sualım olacaq. Necəsən? Özünü necə hiss edirsən? Çox yaxşıyam. Yazın gəldiyi bu həftə doğrudan da çox hiss olunurdu artıq. Bu həftə heç yağış olmadı da, düzdür? Yox, bir müddət doluya oldu. Bəli, sonra hətta dolu da oldu. Amma məsələn, məhz bu gün səhərdən hava çox qəşəng idi. Ona görə hava yaxşı olanda mənim əhval ruhən də yaxşı olur. Eyni ilə də məndə. Əla. Və bu gün Yusifin sözünə qüvvət. Yusif birazdan Yusifi ringə göndərəcəyik. Söhbət daha çox nədən ibarətdir, onu sonda deyəcəm. Ona görə mütləq efiri sona qədər dinləmək lazımdır ki, bu gün efirimizdə ilk dəfə maraqlı bir rubrikada olacaq və məncə xoşunuza gələcək. Amma hələlik isə gəlin qayıdaq ənənəvi məsələlərə. Bu həftənin birinci günü biz biznesdə və ya satışda təsir psixologiyası haqqında danışırdıq. Necə ürəyim gedir bu mövzular üçün. Yəni hər dəfə danışılar və mən hər dəfə də qulaq asaram və fərqli insanlar sevirəm ki, bu haqqda danışsınlar. Çünki ümumiyyətlə insanların əksəriyyəti, mən məsələn sahibkarlarla tez-tez ünsiyyətdə oluram, iş adamları, sahibkarlar, HR vəsələdə. Onlarla danışanda bir şey müşahidə edirəm ki, hər kəs elə bilir ki, o çox güclü təsir etmə qabiliyyətinə malikdir və qarşı tərəfi çox yaxşı başa düşür, kim nə manevrlərdən istifadə edir, kim nə deyir, necədir. Ola bilər ki, doğrudan da elə o insanlar ona görə doğrudan da bilirlər və o qədər uğurludular. Bu səbəbdən də bizim studiyada burada indi əyləşirik biz onlarla. O ola bilər. Amma hər kəsin də fərqli metodlar olur təsir etməklə bağlı. Oxşarları da var, amma fərqli də olur. Bu həftənin birinci günü isə Yığım Ödəniş Sistemləri şirkətinin təsisçisi Vüqar Cəfərovla məhz bu təsir psixologiyası haqqında danışırdıq. Vüqar bəyin çox maraqlı fikirləri var idi. Eşidək. 100%. Səndən ağıllı insanla söhbət etmək doğrudan böyük bir şansdır. Amma həmin insana əgər söhbət biznesdən gedirsə, o bizi tələbə kimi görsə, nəsə satmaq alınacaqmı? Yəni güvənəcəkmi onun hər hansısa bir işi bizə həvalə etməyə? Əlbəttə, əgər insan ağıllıdırsa və siz ona xeyir gətirə biləcək bir xidmət və ya məhsul satırsınızsa, əksinə bu daha rahatdır. Çünki bir var ki, anlamayan bir insana nəsə satırsan, nəsə baş salırsan. Bir də var ki, ağıllı insandır, sən o iki cümlə deyən kimi o tam formatı başa düşür. Ona görə müxtəlif sahədən asılı olmayaraq ümumiyyətlə insan nə qədər ağıllıdırsa, nə qədər intellektual səviyyəsi yüksəkdirsə, onunla istənilən işləri görmək daha asandır. Bu tez-tez deyirlər axı, məsələn, ətrafınızda sizdən daha ağıllılar olsun, daha uğurlular və s. də. Mənə həmişə bu sualda bir də əsas o maraqlandırır ki, biz bu insanlara niyə maraqlı olmalıyıq? Yəni bizə aydındır ki, o insanlar maraqlıdır ki, çünki bizdən ağıllıdır və s. adam xoşuna gəlir o insanlara danışmaq. Yeri gəlmişkən hər kəsin də yox. Məsələn, insanlar var ki, seçir ki, o olduğu çevrənin ən ağıllısı olsun. Məsələn, bunu da seçənlər var. Bəli, elələri də var. Hə, amma əməkdaşlıq edəndə, məsələn, nəsə məhsul, xidmət təklif edəndə, satanda, özündən daha ağıllı insana, onlar bizə etibar edərlərmi? Bizi daha özlərinin tələbəsi kimi görsələr? Ümumiyyətlə, çox ağıllı və uğurlu insanların bir cəhəti var. Həqiqətən müəyyən bir səviyyəyə gəlmiş insanlar. Onlar ətrafında bu tipli insanları toplamaqdan həzz alırlar. Ona görə elə Vüqar bəyin deyilişinə də mən qatılıram ki, həqiqətən ağıllı bir insandırsa, həqiqətən sənin dediyi iki cümlədən anlayırsa, orada problem olmayacaq onu nəsə çatdırmaq və o artıq səninlə onun arasındakı o bariyerimi deyim, fərqliliyimi deyim, onu çəkməyəcək, düşünməyəcək ki, bu mənə maraqlı bir şey gətirə bilər ki, yəni mən olan insana. Yəni bu tipli insanlar bir müddətdən sonra artıq mövzulara açıq olurlar, daha nə bilim, düz deyirsən, doğru. Daha çox özü dəstəkləyirlər. Məsələn, hiss eləyəndə ki, sən həyəcanlısan, onu necəsə aradan götürür. Başlayırsan özünü daha komfort hiss edəsən. Doğrudan da o səndən ağıllı insanların belə xüsusiyyətləri olur. Bəli, çünki o fərqində olurlar adətən. Özünün fərqində olurlar. Birincisi, ikincisi də empatiyada həm də empatiyada ola bilər, həm də təvəzzökarlıq çox yüksəkdir onlarda. Bu tipli insanlara artıq müəyyən bir formada dünyaya sübut edəcəyi bir şey olsa da özləri bilirlər nəyi sübut edəcəklər, amma belə qlobal
sual desək, ego nöqteyi nəzərdən o artıq heç nəyə ehtiyacı qalmır. Ona görə tam təvəzzükar, açıq, səmimi, dinləməyə meylli bir tipajda olurlar o insanlar ki, həqiqətən sənin üzərinə düşən burada məsuliyyət ondan ibarətdir ki, sən gəlib sırf satışla məşğul olmamalısan burada. Yəni biz dəfələrlə bu mövzulara toxunuruq ki, satışın əsas baza olan xüsusiyyəti nədən ibarətdir? Ondan ibarətdir ki, sən qarşı tərəfin istəklərini təyin etməlisən. Əgər mən bilirəm sən nə istəyirsən və bunun qarşılığını sənə verə bilirəmsə və sən bunu eşidərək, elə bil ki, artıq beynində bu planı ağıllı insan olaraq qurursansa, çox tez bir zamanda əl sıxma əməliyyatı da baş verir. Aydındır Yusif müəllim dedikləriniz. Niyə belə pafoslu? Yox, aydındır sadəcə. Bir çox əməkdaşlar var ki, yaxşı təklif gəlməsinə baxmayaraq digər şirkətdən sırf bu məsələyə görə ki, nə isə öyrənmək istəyirlər, nə isə yaratmaq istəyirlər, şirkətdə bizimlə çalışmağa davam edirlər. Bəs belə insanları necə seçirsiniz? Yəni hansı testlərdən keçirəndən sonra başa düşürsüz ki, yox, bunun üçün ən vacibi inkişaf etməkdir və bu məndən qalacaq. Mənim bir neçə maraqlı belə prosedurlarım var da, belə deyim, intervyu zamanı. Mən əsas fokuslanıram insanın intellektual bacarığına. AI-dan da istifadə edirəm, bu süni intellektdən. Adam əgər hansısa bir proqramdan istifadə edirsə, fərz eləyək ChatGPT, hələ deyirəm ki, olar ChatGPT ilə söhbət eləyək. Sual verirəm ki, o da yazır. Digər insanlarla müqayisədə bizim danışıqlardan irəli gələrək mənim intellektual səviyyəmi 100 ballıq şkala ilə ölç. O da nəsə bir rəqəm deyir. Artıq mən görürəm ki, intellektual səviyyəsi təxminən hansı səviyyədədir və öz verdiyim suallar və aldığım cavablarla müqayisə edirəm. Çünki beynimdə də bir rəqəm var 100 ballıq şkala ilə. Sonra əgər həmin pozisiya adam seçirəmsə, hansısa bir pozisiya, deyirəm ki, məni bu pozisiyaya seçmək istəyirlər. Mən bura nə qədər uyğunam? Həmin sualı veririk, o da deyir ki, bunları yaxşı bilirsən, bunu pis bilirsən, burada zəifsən və artıq mənim onu deməyə ehtiyac qalmır, həm də ki, özümü də yoxlayıram ki, mənim dediyimlə süni intellektin dediyi üst-üstə düşür, yoxsa yox. Başa düşdün, nə edir? Bəli. Nə düşünür? Mən bunu efirdən sonra bu mənə fikir çox təsir etdi. Ağlımda qaldı. Razı olmadığım tərəflər var ki, qarşı tərəfə deyir ki, aç ChatGPT-ni, sən indi onunla danışaq da. Sən elə bir başlayırsan oradan yoxlamaq ki, sən məni nə qədər balla dəyərləndirsən və s. Amma mən bunu bir neçə nəfərə efirdən sonra getdim, danışdım. Deyirəm, bu gün qonağım belə deyir. Hamısından eşitdim ki, nə ağıllı adamdır. Yaxşı üsuldur. Mən belə deyəcəm də, mən şərhi nə dərəcədə ağıllı və ya deyil mövzusundan girməyəcəm məsələ. Hərənin öz seçimidir və özü bilər necə bunu təyin edir. Yeganə onu vurğulamaq istərdim ki, ChatGPT sözdür də, yəni süni intellekt, istənilən onun formaları hamısı müəyyən bir disclaimer yazır aşağıda ki, mən süni intellektdən mən səhv edə bilərəm. Hər bir yazının altında belə edir. Ona görə mən şəxsən maraqlı üsuldur. Ona şübhəm yoxdur. Maraqlı üsul olmağına maraqlıdır. Amma nə dərəcədə o relevantdır və nə dərəcədə o yekun olaraq nəticə vermək üçün uğurlu və istinad ediləsi mənbədir, mənim böyük sualım var. Çünki mənim şəxsi və subyektiv qənaətimə görə iki fərdin arasındakı olan söhbətdən o yana ali bir kommunikasiya üsulu yoxdur. Bu mənim şəxsi fikrimdir. Və madam ki, iki intellektual yan-yana əyləşirsə və eruditdirlərsə və ya dünya görüşləri genişdirsə, istənilən mövzuda danışa bilərlər və o toxunuşları hiss edə bilərlər. İdmandan tutmuş, məsələn, siyasətə qədər və ya digər mövzulara qədər və o toxunuşlarla da artıq sən bu insanın nə dərəcədə həmin o rola və ümumiyyətlə bizim şirkətimizin vizyonuna yaxın və uzaq olmasını təyin edə bilərsən. Bax, bir də indi gəl bunu təsəvvür edək ki, biz edirik səndən. Sən iş görüşünə müsahibəyə gəlmisən. Mən sənə deyirəm ki, onlar yox, aç ChatGPT-ni, Gemini və ya ChatGPT-də nə ilə danışırsanız və səni dəyərləndirsin. Sən razılaşarsan? Niyə onlar yox? O onlar demədi çünki. O dedi ki, aç. Mən çünki soruşdum ki, bəs onlar necə razılaşdıra bilirsiniz insanları? Deyir, çünki başqa variantı yoxdur. Yəni burada işləmək istəyirsə, mən bunu üsul kimi istifadə edirəm və o da razılaşmalıdır. Artıq müəyyən bir belə bir baskı deyərdim var bu prosesdə. Hətta, yəni çünki seçim verilməlidir. Təzyiq. Seçim verilməlidir çünki. Yəni istənilən halda seçim. Mənə artıq sual yaranacaq. Bax, şəxsən mənim üçün məndən soruşursansa, artıq bu müsahibə zamanı müəyyən bir gərginlik hissi yaranacaq və deyiləcək ki,
Mən daxil oldum görüşə və mənə seçim yeri vermədilər. Bu o deməkdir ki, gələcəkdə işgüzar məsələlərdə də seçim yeri az olacaq və hər bir qərar oturmuş bir trafaret üzərindən həyata keçiriləcək. Bu mənim üçün bir siqnal olardı. Edərdik, prosesdən keçərdim, amma yekunda soruşardım, mən sual verərdim. Olar bir sual verim sizə, yəqin ki, dinləyərdi. Deyərdim ki, bu bizə nə verdi? Sizə şəxsən nə verdi? Və maraqlı olardı onun arqumentləşdirilmiş cavabı. Amma Yusif, sən indi belə deyirsən, bir dövr var idi. İnsanlar hər kəs soruşurdu ki, bu vaxta qədər yazışmalarımızı falan təhlil et və denən ki, mən yaxşı və zəif və güclü tərəflərim nələrdir, mənə necə dəyərli. Yəni insanlar onsuz da bunu eləyirdilər, özləri də eləyirdilər. Yəni cavabları hörmətli mikrofon üzr istəyirəm. İnsanlar özləri onsuz da bundan istifadə edirdilər. Cavablar onları qane edir və daha sonra sosial şəbəkələrdə falan paylaşırdılar. Yenə də qayıdıram məsələyə ki, süni zəka səhv etməyi bacarır və səhv də edir. Birbaşa olaraq buna istinad etmək. Bu bir köməkçi üsul ola bilər. Bəli, şəxsi SWOT analizi eləyə bilərsən, güclü, zəif tərəfləri təyin edə bilərsən, amma mən həmişə bunu demişəm də, deyəcəm də. Bu vahid istinad nöqtəsi ola bilməz. Aydındır. Yəni ona görə burada insan faktoru və iki fərdin arasında olan o kommunikasiyadan o yana mənə görə yox. Bu həftənin ikinci günü isə biz layihələrin idarə edilməsində süni intellektin təsiri haqqında elə danışırdıq. Orada da qonağımız Sübhan Qaragözov idi. O bildirdi ki, bəli, bizim sahədə də, yəni süni intellektin inkişafı, rəqəmsallaşma, avtomatlaşdırma və s. bizə də təsir edir. Planlaşdırma işində daha çox istifadə edirik bundan. Amma indi məlumat çoxluğu bu heç də həmişə müsbət deyildi. Yəni məlumatın çox olması bizim əslində işimizi bir qədər də çətinləşdirdi. Və buna görə artıq yeni nəsil layihə menecerləri və ya bu işlə məşğul olan insanların həm də o bacarıq tələb olunur ki, süni intellekti bilməlidirlər heç ondan istifadə etmə qaydaları və s. Hə, və səhv məlumatı doğru məlumatdan ayırmaq, qərar vermək, nədən istifadə etmək, bu da onların işinə bir qədər təsir göstərdi. Mənə ən maraqlı gələn sahələrdən biri də məhz bu layihə idarə etmə məsələsidir. Məsələn, məndən soruşsalar ki, dünyaya bir də gəlsəydin, aparıcılıqdan başqa da, yəni nə olardı? Aparıcılıq heç, o variant heç. Aparıcılıqdan başqa, mən məsələn 2-3 peşə varsa, biri də deyərdim ki, layihələrin idarə edilməsi, yəni bu sahədə ciddi sertifikatlar falan hamısını əldə edərdim və ciddi məşğul olardım. Yəni normal qarşılayıram. Üstəlik də bu istiqamətin əsas özəlliyi də ondan ibarətdir ki, səni hər hansı bir sahəyə bağlamır. Sən əgər güclü layihə rəhbərisənsə və mütəxəssissənsə, sən istənilən sektorda, yəni ki, bu sahədə onu göstərə bilərsən. Bu heç fərqi yoxdur. Bilirsən necə? Orada sən proses olaraq təcrübə yığdıqda daha yaxşı bir performans göstərəcəksən. Təbii ki, sənin uyğunlaşma prosesin vardır orada. Amma layihə idarə edilməsinin vahid yanaşması var. Hə, eynidir. O dediyin o sertifikasiyaların vahid yanaşmaları var. Hansında ki, o sektora bağlı deyil. Sən artıq layihənin daxilinə düşəndən sonra, o daxili mətbəxi görəndən sonra, hiss edəndən sonra artıq özün bir peşəkar insan kimi müəyyən bir dəyişiklikləri, tuninqləri edirsən və başa düşürsən ki, bəli, bu vaxta qədər mən filan sahədə çalışmışdım. Məsələn, radioda, telekommunikasiyada növbəti mənim layihəm tikintidir tutalım. Bu birə-bir deyil, eyni deyil. Amma sənin bu baza biliklərin strukturlaşdırılmış gedişatın, hansı ki sertifikasiya ilə, bu yanaşma ilə düzəlib formalaşıb, sənə rahat giriş imkanını formalaşdıracaq və sən uzun müddətdir, yəni ki, vaxt sərf etməyəcəksən onu anlamaqdan və tanımaqdan. Məsələ ondan gedir. Sən bir iş görüşündə, ümumiyyətlə nəsə əməkdaşlıq zamanı insanların hansı keyfiyyətlərinə fikir verirsən? Məsələn, ilk görüşdüsə, sənin diqqətini nə çəkir, nələrə baxacaqsan? İlk görüşdüsə, ondan asılı olmayaraq hər hansı görüşdür, sadəcə ümumi bir yığıncaqdır və ya iş müskər. Bəli. İlk olaraq insanın gözlərinə və mimikasına baxıram. Səs yox? Yox, səs yox. Çünki o səssiz də otura bilər bir müddət. Düz olur. Bəli, gözləri və mimikası. Bu gün səhər də yoldaşımla yol gedirdik, bunu müzakirə edirdik ki, yəni necə də hər halda insanın üzündən oxunur, əgər sən fikir verirsənsə belə şeylərə və tutursansa, həqiqətən baxış, mimika və s. İndi nə görürsən mənim baxışlarımda? Ki, sən diqqətlə mənim dediklərimi qeyd eləyirsən. Analiz eləyirsən. Bəli. Qələmlə qeyd etmirsən, amma yazılır. Ki, hardan ilişim? Yusif harda səhv buraxacaq, amma səhv buraxmadı. İnsanların əksəriyyəti həm də geyimə fikir verir. Bilirsən onu? O da ki, bəli, xarici görünüşün bir tərkib hissəsidir. Tam ona görə biz bu həftənin bir gününü də məhz bu mövzuya ayırdıq. Necə geyimdə adam görəndə məsələn qərar verirlər ki, onunla işləmək olmaz?
ən azından məsələn sahibkar biz qəbul olunub ki, kostyumda olmalıdır. Ən azından kostyumda olmalıdır. Qalstuk da olsa daha yaxşıdır. Yəni çünki kostyumda olan kişiləri daha yaxşı qəbul eləyirlər. Hələ də bu qayda qalıb. Əlbəttə, bu Və hər zaman Steve var. Jobs hər şey dəyişmədi. Bilirsiniz necədir? Steve Jobs milyarder olana qədər o da da kostyumda, qalstukda gedirdi. Amma kinoda elə deyil. Heç ayaqqabı belə bəzən geyinmirdi. Mən indi o marka ilə işləmişəm uzun illərdə və Steve Jobsun demək olar ki, bütün həyatını bilirəm. Kitabını da oxumuşam, məsələ filmlərinə də baxmışam və çox maraqlanmışam. Əslində onun şəkilləri də var. İnternetdə görmək olar ki, yəni ki, o varlı olmamışdan əvvəl hətta kəpənək qalstuk taxırdı pencəklə, təsəvvür eləyin. Sadəcə o müəyyən illərdən sonra öz personalı üçün bir uniforma yaratmaq istəyir. Yapon dizayner var, çox məşhur dizaynerdir. Onu cəlb eləyir ki, o uniformanı yaratsınlar. Sonunda heç bir uniforma personal üçün yaradılmır, özü üçün yaradır və onun geyindiyi həmin uzunboğaz deyək sviter, vadavaska deyirlər ona. O dizaynerin işidir və çox bahalı parçadan, yəni hazırlanıb saplardan, o kaşmirdən hazırlanır və onun elə bir dənə sviterinin qiyməti $600-800 arasında idi. Nərmin Aşurzadə və Yusif Qasımov iş dünyasının həftəlik icmalını təqdim edir. Yəni müzakirənin kökü gedir nəyə? Əgər sən bir sahibkar olaraq, biznes sahibi olaraq sözü keçərli olmaq istəyirsənsə, kostyum geyinməlisən. Yəni mən belə anladım sizin Önəmlidir. müzakirənizdən. Bəli, bizim cəmiyyətdə və ümumiyyətlə də, yəni dünyada da bu hal-hazırda insanlara daha ciddi insan təəssüratı bağışlayırsan. Amma yenə də düz burada desin onu demədi, amma müzakirəmiz əsnasında bir neçə dəfə vurğuladı ki, o baxır sizin çalışdığınız sahəyə. Əgər sizin sahədə lazım deyilsə geyinmək, ümumiyyətlə denimdən istifadə etmək, cins şalvarlar falan, bu daha yaxşıdır. Yəni özü də vurğuladı ki, mən çox sevirəm o tərzi, rahatlıqdır və s. Funksionaldır. Amma sizin sahədə varsa bu ciddi olmaq lazımdırsa, bəli, mütləq kostyumdan istifadə etməlisiniz. Mən nə ilə razıyam bu mövzuda? Birincisi qəbullanma məsələsi hələ də aktualdır. Və sən soruşdun ki, bu hələ də bu belədir. Bəli, bu belədir. Elə qəbul olunur və s. Amma zaman məsələsi var da. Bax, ilk təəssürat məsələsi. 5 dəqiqə, 10 dəqiqə sənin danışığın, sənin izah etdiyin, bəxs etdiyin və s. məsələlər hansı ki, sənin təyinatın bura sırf kostyumda gəlməməkdir də, düzdürmü? Kostyum gəldin, çox gözəl. 5-10 dəqiqədən sonra artıq səni dinləyirlər və başa düşmək istəyirlər ki, sən nə üçün gəldin. Əgər orada bir nəsə vacib bir şey, dəyərli bir şey yoxdursa ortalıqda, o kostyumun da bir mahiyyətidir. Ona görə mən bunu bir effekt kimi qəbul edirəm. Qısa müddətli təəssürat və effekt üsulu kimi, bəli. Amma bunun əsasında qərar verirlərmi? Xeyr. Ki, insanlar həqiqətən oturub görüşdən sonra özləri öz daxilində müzakirə edəndə ki, bugün falan kəs gəlmişdi yanımıza, nə gözəl kostyumda gəlmişdi, onu müzakirə eləmirlər. Ya da müzakirə edirlər, amma o müzakirə yekun qərara təsir etmir. Sadəcə özü üçün bəlkə qeyd elədi. Dedi ki, nə gözəl, mən də gərək belə bir fikirləşim özüm üçün. Amma qadınlar elə deyil. Qadınlar elə deyil. Amma yenə də bu mənim şəxsi subyektiv fikrimdir ki, yekun qərara bunun təsiri çox cüzidir. Əgər sənin təklifin, məhsulun, xidmətin keyfiyyətlidirsə, mən belə bir adam və ya belə bir şirkət tanımıram ki, imtina eləsin. Mən anladım onun məhsulunu, hər şey bizi qane edir. Sadəcə onun bir bit fasonu mənə qane eləmədi. Bu nə idi? Cinslə gəlib bizimlə görüşə. Yox, bax. Ona görə imtina etməyi məntiqli görmürəm bir tərəfdən. HR-lar amma imtina edə bilir. Məsələn, bir dəfə HR-la danışmışdıq. O dedi ki, başdan ayağa qara kostyum, qara köynək, qara nə bilim qalstukda belə insanlar gəlirsə, bu biraz belə vahiməli görünür ki, insan belə və ya saqqalda, bütün bunlar biraz belə ağır ab-hava qatır. Məsələn, bu iş üçün olan görüntü deyil. Biz buna fikir veririk. Okay, bu məsəl üçün onların daxili kodeksına da bağlı ola bilər. Və ya çox dağınıq gələndə. Daxili kodeksına da bağlı ola bilər. Onlar deyirlər ki, məsələn, bizim şirkətdə filan pozisiya ilə bağlı olan geyim tərzi belə olmalıdır. Ağ çalarlarda məsəl üçün köynəklər və ya məsəl üçün qırxılı üz və s. bu nöqteyi nəzərdən. Amma məsələn vahiməli gəlsə də belə müzakirəyə başlayırlar və qarşı tərəf HR görür ki, wow, bu nə dərəcədə bizim belə deyək də gözləntilərimiz çərçivəsində istədiyimiz profildir. Yenə də mən inanmıram ki, o qara nə bilim yanaşmaya görə, bir vahiməli zahiri görünüşünə görə yekunda desinlər ki, yox, sadəcə onun bu ilkin təəssüratına görə xeyr. Orada çoxlu fikir mübadilələri olur.
kollegial diskussiyalar olur və nəticədə qərar verilir. Amma yenə deyirəm, ilkin təəssürat nöqteyi nəzərdən bəli, xüsusən də biz insan tipi olaraq, ölkə olaraq belə məsələlərdə çox, yəni ki, bizim bir fikirlərimiz var da bununla bağlı. Maşın seçimində də belə filan markaları qara siyahıya salmışıq. Halbuki, yəni elə deyil də məsələn. Bu o deyil. Və məsəl üçün girdi, yox o kostyumda deyil, o cins geyinib avtomatik olaraq bizlik deyil, effektini yarada bilər. Amma onun davamı gəlsə uğurlu nöqtədə düşünürəm ki, bu balansı aradan qaldıra bilər. Hər şeydə də balans axtarmaq da düzgün deyil. Deyil, niyə? Yəni elə situasiyalar olur ki, disbalans daha düzgün sənə cavab verə bilər. Bax sən elə belə düşünürsən deyə birazdan debat olacaq bu haqqda və orada da xahiş edirəm öz fikrini müdafiə eləyərsən ki, Nəinki müdafiə, hücum taktikasından istifadə edəcək. hörmətli dinləyicilər, Dalğanın deyilən çox maraqlı müzakirələr olacaq. Mən bir dəfə belə fikir eşitmişdim ki, ofisə 2 gün ard-arda eyni geyimdə getmək olmaz. Müxtəlif səbəblər deyirlər buna niyə olmaz. İndi onları müzakirə etmə, amma belə yanaşma var ki, 2 gün ardıcıl eyni geyimdə getməsəz daha yaxşıdır. Doğrudan konsultantlar nə düşünür bu haqqda? Ümumiyyətlə nəinki ofisə, heç evdən də hər gün eyni şeydə çıxmaq olmaz. Yəni 2 gün eyni şeyi geyinmək əslində düzgün deyil. Çünki burada bir psixoloji tərəfi də var ki, insan hər gün fərqli geyinəndə özünü daha belə deyim də yenilənmiş hesab eləyir. Yəni bizim beynimiz, şüuraltımız hər şeyi təyin eləyir. Hətta bizim geyimimiz ora təsir eləyir. Çünki 2 gün eyni geyinəndə sadəcə sən səhv salırsan ki, bu gün məsələn dünən nə hadisə olub və bu gün nə hadisə olub, onları ən azından səhv qəbul edə bilərsən. Təsəvvür edirsən, o qədər monoton yaşayırıq ki, 2 gün eyni geyimdə olub, bu dünən idi ya bugün idi, yəni sanki eyni geyimlərdə idim. Nə bilim, mən qatılmıram, səmimi deyim. Mən özüm məsəl üçün öz geyim stilimi hər gün öz əhval-ruhiyyəmə görə seçirəm. Bu gün istəyirəm eyni geyindim. Bu mənim heç bir yanaşmama təsir eləmir. Ümumiyyətlə bu tipli mövzularda düzgün deyil və belə olmalıdır ifadələrini mən çalışıram yan keçim. Onu Rami bəy özü də dedi. Nisbidir. Çünki çox nisbi və subyektivdir. Hətta deyir axşamdan da planlamasaz olar. Siz səhər durursansa əhval-ruhiyyə başqadırsa, ona uyğun seçə bilərsən. Amma səsləndirdi axı, dedi ki, məsəl üçün hər gün eyni şey geyinmək düzgün deyil. Beyin üçün də, yəni məsləhət deyil. Okay. Və bir neçə səbəblər. Səbəblər ola bilər. Yenə də bu hər bir insanın öz faktoruna, öz istəklərinə bağlı ola bilər. Eləsi var ki, məsəl üçün işi ilə əlaqəli olaraq hər bir günə ayrıca bir kostyum artıq asıb və gözləyir. Hər köynək asılqan vəziyyətində də belə düzülüb. Elələri də var. Elələri də var ki, məsəl üçün rahatlar. Səhər durdum, istədim bu gün köynək geydim. Şimdi pəncərəyə baxdım, dedim, yox, bu gün mən nəsə cinsliməm, ab-havam cinslidir və s. Mən şəxsən belə edirəm. Amma hərə özünə görə necə deyirlər, seçimi də edir. Burada da əsas məsələ, həqiqətən bax onunla mən çox razıyam. Sən nə geyinsən də, nə olsa da belə kənardan bu necə deyim, yəni belə dəbli görsənməlidir, uyğun görsənməlidir və sən onu yəni o sənə və sən də ona qatqı verməlisən. Öz imidji və paltar da sənə. Düzdür, deyilənlərə görə əsas fərddir. Yəni fərd özü olsa da istənilən belə deyək də onun geyindiyi onun üzərində gözəl görsənir. Paltar yəni səni gözəl eləmir də, sən gözəlləşdirirsən. Amma hərənin öz seçimi var. Hər bir seçimə də hörmətlə yanaşaq. Gözəllik onda 9-u don deyil. Eşitməmisən onu. Xeyr. Hiss olundu ki, Rus sektoru burada nəysə, zarafat da eləmək olmur Rus bölməsi. Görürsüz. Vay, biabırçılıq. Özlərimizi işləyəcəyik, söz verirəm. Biz Yusiflə olan müzakirəmizi yekunlaşdırırıq. Bəli. Amma Yusifin birazdan başqa bir maraqlı müzakirəsi başlayacaq. Əvvəlcə mən soruşmaq istəyirəm ki, Yusif, sən nə vaxt başa düşdün ki, şəxsi həyatla iş arasında belə düzgün balans yaratmaq ümumiyyətlə mümkün deyil? Niyə belə bir qərara gəldin? Yəni sadəcə təcrübə əsasında yaşadıkca, gördükcə, müəyyən bir yaşa gəldikcə hiss elədim ki, artıq balans axtarmaq bir utopiyadır və kitablarda bizə verdiyi, kitabların bir çox uğur kitabların bizə verdiyi bir yaşıl işıq və ya şimal bir ulduzdur. Halbuki bunun dalınca həmişə qaçmağa ehtiyac yoxdur. Müəyyən bir sinerji olmalıdır və sənin həm işin, həm də şəxsi həyatın bir-birinə bağlı olmalıdır və sən artıq onun çərçivəsində müəyyən dozasiyaları özün təyin edirsən. Hansı müddətdə şəxsi həyatıva daha çox fokus verirsən, digərini azaldırsan və ya digərində daha çox qaldırırsan, burada azaldırsan. Yəni balans qeyri-mümkündür mənə görə
və balansın dalıca daimi qaçmaq və onu axtarmaq mənə görə vaxt itkisidir. Mən indi öz fikirlərimi özümə saxlayacağam, amma Aha. Ramidə Oqtay qızı bu haqqda nə düşünür? İndi birazdan işləyəcəyik. Gedək hazırlaşaq da.